Təbii doğuma həqiqətən hazır olan qadın digər qadınlardan nə ilə fərqlənir? Mən burada sizə 3 dənə addımda bunu izah eləyəcəm. Birinci növbədə bədəninə güvənir və anlayır ki, qadın olaraq fiziki cəhətdən həm hamiləliyə, həm doğuma hazır və qadirik. Və hamiləlik dövrü ərzində də bu prosesə, bu hissəyə özünü hazırlamış olur. Həm nəfəs texnikaları, həm də vaginal masajlarla bədənini tam anlayır və idarə etməyə hazır olur. İkinci növbədə qorxu yox, təslimiyyət var. Yəni hər şeyi idarə etməyə çalışmır. Özünü axına buraxır, yaxşı olacağına inanır, öz bədəninə və körpənin gəlişinə güvənir. Üçüncü olaraq isə daxili sakitliyi var. Yəni ətrafda ona başqa qadınların doğum hekayələrinin təsiri olmur. Yəni bizdə məşhurdur, hamı deyir ki, ay mən doğumda belə oldum, mən başıma bunlar gəldi. Bu hadisələrdən, bu hekayələrdən təsirə düşmür. Onun öz yolu olduğunu bilir, hazır olduğunu bilir və prosesə güvənir.